Ki, niyə görə 20-40% artırırsan, artıq artırmırıq biz pensiyaların maaşı, deyirik ki, dövlətin buna gücü satır da, artıq imkanı yoxdur. İndi mən deyirəm, xalqımızın da bu 20-30% cərimə verməyə gücü satar da, 304% yox da. Bəs bu qədər zəhmətimizin ağzına götürüb fakt qarşısına qoyursunuz, göndərirsiniz administrasiya, oradan bura və bütün çəkilən əziyyətlər, dövlətin bütün əziyyətləri sıfırlanır. Qiymət artımı ilə, bahalıqla, faizlərin artımı ilə. Balam, 304% bu eləyirsən. Onsuz da dağ yerlərində vallahi qaz yandıran yoxdur. Hamısı ağac həyətində bizim, misal üçün, mənim seçici dairəmdə çoxu həyətin ağaclarını kəsib yandırır. Gedində biraz, yox, sən 400 manat artıq cərimə edəcəm, 70 manat azdır. Onun nəyi var ki, sən onu 400 manat, 300 manat cərimə eləyirsən? Deyək ki, laf müdaxilə elədi sayğaca. Niyə bizi pis vəziyyətdə qoşursunuz? Sabah, mən bu adamın özü qazıqləşlərin çoxu bəs qaza cavabdeh insanlardır. O gün sosial şəbəkələrdə baxıram, heç çox inanmazdım ki, doğrudan da qaz xətlərinə hava vurulur. Göstərir nətər kompresorla hava vurulur, özü də düz deyil, biz tapşırıq eləyib, neyinib. Deməli, düz deyirlər, bizdə artıq havanı da satırlar. Qarışdırıb qaza hava satırlar bizə. Və ona görə mənə cərimə tətbiq eləyəcək mənim xalqıma. Mən soruşuram, deyirlər kimsə pis kişi olmalıdır. Yox, qoy mənim olum da. Niyə görə hökumət, parlamenti də pis vəziyyətdə qoyursunuz? Niyə bu layihəni irəli sürürsünüz? Olmaz axı, hər yerdə bahalıq. Sonra ümumiyyətlə mən xahiş edirəm. Publik hüquqi şəxslər haqqında qanun bizim normativ hüquq haqlar haqqında konstitusiya qanunundan sonra qəbul olunur. Orada publik hüquqi şəxslərin cərimə verməsi nə qədər baxdım rast gəlmədim. Ümumiyyətlə normativ haqlarda da rast gəlmədim. İndi uşaq bağçasından tutmuş hər yerdə bir də publik hüquqi şəxslər, agentliklər və s. yaradılır. Bu publik hüquqi şəxslər hamısını cərimə eləməklə məşğul olacaq. Qida agentliyi mənə yaxında məlum oldu. Yasamalda bir göyərti satanı 1400 manat deyir cərimə edir. Göyərti satan sənin 1400 manat cərimə önə vaxt qaytaracaq. Bu insafla olmaq lazımdır axı. Gedir hamısı o qida agentlikləri, sahibkarların başına onu gətirirlər. 4000 cərimə filan. Yığılır. Ümumiyyətlə, mən istərdim ki, cənab prezidentlər, arzum odur ki, necə ki bizim kreditlərlə bağlı, manatın devalvasiyası ilə bağlı bir məsələdə gözəl bir addım atdı, 10 min dollardan aşağı müəyyən qədər kompensasiya əvvəlki kursdan götürdü. Fevral ayının 1-nə kimi bütün sahələr üzrə olan cərimələr silinsin. Lazım deyil, bizim imkanlarımız var, 100 dollara çatım neftin qiyməti. Cərimə hesabına xalqdan bu pulu alıb büdcəni doldurmaq, yansı publik hüquqi şəxsləri saxlamaq lazım deyil. Bütövlükdə qaz problemi Respublikada onun həm ölkənin bütün coğrafiyasını əhatə eləməsi, həm də qazın qiymətləndirməsi sahəsində çox böyük problemlər var. Bu yəqin ayrı bir yığıncaqda, ayrı bir yerdə müzakirə olunar. Çünki yanvar ayıdır, yanvar ayı, fevral ayıdır. Deməli, ilin birinci ayı bir də görürsən, limit gəlib keçib və cəmaat 100 manat, 200 manat pul qoyur, görürsən sayğacda 40 manat yazılır. Bu nə cür qiymətləndirmədir, başa düşmürəm. Bu, amma hər halda ayrı bir söhbətdir. Bunu bəncə müzakirə eləmək lazımdır. Burada mən Tahir bəyin həyəcanını bölüşdürürəm, Tahir Kərimlinin. Cərimə məsələsi Azərbaycanda artıq doğrudan cərimələr bir problemə çevrilib. Və məni narahat edən başqa bir məsələ də var ki, biz Milli Məclis ölkədə ali qanunvericilik orqanıdır. Burada bir çox məsələlərlə bağlı danışırıq. Millət vəkilləri etirazlarını bildirirlər, fikirlərini deyirlər. Amma biz elə sanki bu divarlar üçün danışırıq. Burada deyirik, o təklifi verən, o qanunları verən müəssisələrdən, idarələrdən, yaxud komitələrdən, orada maraqlı olan təşkilatlardan heç bir yaxşı yoxdur. Yəni deyirlər ki, fərqi yoxdur, biz bu təklifi vermişik, istəyirsiniz danışın, istəyirsiniz danışmayın. Bu qəbul olunacaq. 10 nəfər deputat etiraz eləsin, orada 10 nəfər əleyhinə səs versin, fərqi yoxdur. Bu qəbul olunacaq. Bu iş metodu, mən ümumiyyətlə, mən bunu başa düşə bilmirəm. Yəni burada müxtəlif təkliflər veririk. Bu təkliflər hansı şəkildə çatır o əlaqədar idarələrə və onlar nə cür